Salam, mən Əsgər Babayev. 2008-ci ildə Bakı şəhərində anadan olmuşam. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası üzrə 1-ci kurs tələbəsiyəm. Safi təxəllüsü ilə şeirlər yazıram. 2025-ci ildə Şəhidi Döyüşə Vətən Aparır adlı şeirlər kitabım nəşr edilib. Şərq Ölkələri Ədəbi Məclisinin üzvüyəm. Sizə kitabımdan bir şeir oxumaq istəyirəm. Səni ney sürməli ceyran, ölürəm dərdindən. Ölürəm sevgili canan, ölürəm dərdindən. Tək qaranlıq saçılı yaz günəşindən nə olar? Asta-asta mənə insan, ölürəm dərdindən. Bağladın könlümü ey yar, buruq saçları var. Yazdırır qətlimə fərman, ölürəm dərdindən. Qadağan qoyduğun andan sevirəm kəlməsinə. Deyirəm ay sənə qurban, ölürəm dərdindən. Gül üzün saçlarının ardına gizləndikcə, ey gözüm hüsnünə heyran, ölürəm dərdindən. Sənə hər ləhzə deyərdim tək əlacım sənsən. Eləmirsən mənə dərman, ölürəm dərdindən. Mələyim, mələyim çatma qılınc qaşlarını, onsuz da yandırır bağrımı hicran, ölürəm dərdindən. Sən əsilzadə birin sevmisən əsgər, şükür et. Denən ay cəddi və qurban, ölürəm dərdindən.